Həftəlik bürclər, dolçu əkizlər, tərəzi bürclərinin hava ünsürlərinin 18 maydan 25 maya doğru nələr gözləyir? Birinci dolçalardan başlayaq. Dolçalar bu həftə bir balaca elə bir sürətlənmisiniz. Elə bir dalınızca atdı düşüb. Zamanın təsirindən başlayacaqsınız ki, belə deyim də, öz beyninizdə olan narahatçılıqları daha da sürətləndirə bilərsiniz. Çox ehtiyatlı olun. Çünki bu həftə elə bir həftədir ki, dolçalar bugüne kadar beynimizdə nə narahatçılıqlar varsa onları üzə çıxardacaqsınız, onları dilə gətirəcəksiniz və bu narahatçılıqları bu qədər rahat şəkildə dilə gətirmək uğurlu bir gedişat deyil. Şanslarınız var, bəli transformasiya edəcəksiniz, bəzi şeylər tam bitirəcəksiniz, bitirmək istəyirəm, ətrafımda heç kəs istəmirəm, yenilənmək istəyirəm, dəyişmə keçmək, amma bunu bacara bilməyəcəksiniz, çatdıra bilməyəcəksiniz. Çünki bu həftə dəyişim etmə həftəsindən çox hər şey yarımçıq qoyacağınız bir zamandır. Sanki bilməyərəkdən bəzi nüanslarda yarımçıq qalacağınız bəzi işlər olacaq. Həftənin sonlarına doğru tam ruhsal sabitliyinizi quracaqsınız. İstədiyiniz dəngəni, istədiyiniz belə deyim də huzuru əldə edəcəksiniz. Amma bu həftə istədiyiniz şəkildə güclü deyil. Bu həftə bəzi məqamlarda elə bir belə deyim də düşüncələrinizdə olan yarımçılıq, özünüzdə olan yarımçılıqlar hər şeyi boşluğa sala bilər. Hər şeyi belə deyim də dəngəsizliyə sala bilər. Sağlamlıqla əlaqədar baş sisteminizdə miqren, qarmal, təzyiqlə əlaqədar sırf bu hissədə narahatçılıqlarınız daha çox arta bilər. Burun nəfəs sistemimizlə də əlaqədar problemlərimiz ola bilər. Bunlara fikir verməlisiniz. Ümumi gedişatı dəyərləndirsək, belə deyim də 72%-ə qədər uğurlu edə bilərsiniz. Əkizlərə gələndə əkizlər bu həftə çox ciddi fikir verin. Çox qocaman özünüzü aparacaq, çox özünüzü müdrik aparacaqsınız, çox ağıllı aparacaqsınız. Enerjinizi stabilləşdirəcəksiniz, düşüncə, arzu, xəyallarınızı istədiyiniz kimi yönədəcəksiniz. Amma bu həftə mənfi uğradasınız. Bu həftə sizə olunan cavab əməllər ola bilər, nəfs ağırlıq ola bilər, pulla, gedişatla, özünüzlə əlaqədar olaraq belə deyim də bəzi oyunlar ola bilər, fikir verməlisiniz. Çünki istədiyiniz rahatçılığı əldə edə bilməyəcəksiniz. Elə bir hər tərəfdən insanların gözü, nəzəri üzərinizdə olacaq və sizi negativ auraya salacaqlar. Maddesal dəngəniz normaldır, təhsillə, imtahanla əlaqədar istədiyiniz şanslar əldə edəcəksiniz, amma heç nə sizi qane etməyəcək. Daxili təklifinizdə qalacağınız, belə deyim də daha çox tək olacağınız bir həftələrdən biri də əkizlər. 73%-ə qədər uğurlu edə bilərsiniz. Amma tərəzilər üçün bu həftə ciddi bir narahat olacağınız bir həftədir. Çünki tərəzilər egoistliyiniz artacaq, qərarsızlığınız artacaq, qəfəsiniz artacaq, məhkəmə ilə, dövlətlə əlaqədar bəzi problemləriniz artacaq. Ən çox da hamilə olan tərəzilər sağlamlıqla, jensk orqan olaraq narahatçılıqlarınız güclənəcək. Daha çox qəfəsdə olacaqsınız, daha çox özünüzü idarə edə bilməyəcəksiniz və həftənin sonlarına doğru səhv insan kimi dəyərləndirilə bilərsiniz. Bunlara fikir verin. Bu həftə biz az danışırıq, çox hərəkət edirik tərəzilər. Çünki o qədər sıxılacaqsınız hər bir mühitdə və özünüzü zaman çərçivəsinə doğru belə deyim də normal apara bilməyəcəksiniz. Öfkə və narahatçılığınızı bildirəcəksiniz. Allergik fonunuz çox aktiv vəziyyətdədir. Allergik fonunuz da gözünüzdə, dərinizdə olan narahatçılıqlar və bilmirəm, yediyiniz qidalardan asılı olmayaraq ayaq və yaxud da qarın boşluğunuzda ciddi bir narahatçılıqlarınız ola bilər tərəzilər. Bunlara fikir verməlisiniz. Ümumi dəyərləndirsək 65-67% aralığında tərəzilər həftənizi uğurlu edə bilərsiniz. Tam istədiyim güclü bir həftə deyil, amma yenə də buna baxmayaraq özünüzü idarə etməni, kontrol altında saxlamağa məcbursunuz tərəzilər.